Deməli uşaqlar, mol maddə miqdarı nəyə deyilir? Bildiyiniz kimi, bütün dəqiq fənlərdə olduğu kimi, kimyada da etalon qəbul olmuş vahidlər var. Məsələn, riyaziyyatda uzunluq vahidi metrdə, həcm vahidi, məsələn, litr və ya kub metrdə vahid, besi vahidlər dəyişilə bilər kəmiyyətcə və yaxud da cərəyan şiddəti amperdir, gərginlik, məsələn, voltmetrdir, voltdur. Kimyada da uşaqlar, besi vahidi kimi qəbul olmuş vahidlərdən biri nədir? Demək, Avogadro qanununa görə istənilən zərrəciyin 1 molundan söhbət edirsə, 1 mol zərrəciyin sayına bərabərdə 6,2 yəni NA. NA-nın mənası nədir latınca, ingilis dilində? Avogadro standı, yəni Avogadro nədir? Avogadro ədədi, Avogadro standı, yəni Avogadronun belə deyək də, aldığı ədəd, Avogadro ədədi. Deməli, 1 mol nəyə bərabərdə 6,2. Diqqətli olun, misallarda baxın görün nə şərt verir. Məsələn, 1 mol oksigen molekulu deyəndə, 1 mol oksigen molekulu sayı nə qədərdir? Molekul sayı 1 moldur. 1 mol nə qədərdir? 6,2. Anlayacaq ki, 1 mol oksigen molekulunda neçə atom var? Əmsal qraf indeks. Eləyir 2. Deməli, buradakı atom sayısı nə qədərdir? 2Na. 2Na oksigen var, ancaq molekul deyəndə nə qədərdir? Eləcə 1 mol. 1 mol oksigen molekulu var. Məsələn, sulfat turşusu. Sulfat turşusunun 1 molundan söhbət edirsə, turşunun 1 mol nə qədərdir? 6,2. Sulfat turşusunun 1 molundakı atomları soruşsa, məsələn, onun 1 molunda neçə hidrogen var? 2. Bunun 1 molunda 2Na qədər hidrogen var. Bunun 1 molunda 1Na qədər kükürt var. Bunun 1 molunda 4Na qədər də oksigen var. İndi bütün atomların cəmləri 2, 1, 4, 7. Deməli, onun 1 molunda 7 mol atom var. Uşaqların ən ustaşları nədir? Bir molekul sayı qaydasıdır, bir də atom sayı. Yəni, molekul atomu qarışdırılır. Atom deyəndə maddənin daxilinə baxın, molekul deyəndə qabağındakı verilən mola baxın yalnız. Ancaq atom deyəndə qabağındakı molu hər atomun ayağındakı indekslərə vursan. 1 bıraq 2, üstü yaz, atom sayını tapmaq üçün, N atom sayını tapmaq üçün. İndeks, vurulsun, əmsal. Maddənin qabağındakı mol miqdarı əmsalı, molekul sayı vurulsun, ayağındakı indeksə. Məsələn, hesablayın. Deyək ki, 8 mol H4P2O7. Bunun molekul sayı qədərdir? 8 yana. 8 bıraq 62 sürücə. Bəs bunun 8 molunda neçə hidrogen var? Hidrogen sayı. 32 Na hidrogen. 8 molunda neçə fosfor var? 8 dəfə ki, 16 Na fosfor var. Na yazıram. Na'nı çevirmək üçün nə var mı lazımdır? Na'nın əraziyyəsiz 6,2 və yaxud da 8 molun 8 verdi, 56. 56 Na nə var? Oksigen var. Bu qədər. Yəni, sadəcə molekulun atom sayını fərqləndirmək lazımdır. Görün, nəyi soruşur şərtdə? Molekul sayı soruşur, yoxsa atom sayı soruşur? Eləcə, maddənin özü tək atomudursa, qabağındakı mol miqdarı nəyə bərabərdir? Elə onun atom sayına. Qabağı neçə moldursa, qabaqdakı əmsalı bərabər olan mol miqdarı, o da bərabər atom sayına. 1 mol deyil, 1 mol karbon, 1 mol, bəli, 6,2 və s. Deməli, uşaqlar, ikinci qaydamız nə oldu? Avogadro qanununda maddələrin kütləsi ilə mol arasında əlaqə. Hər bir maddənin özünün, bir tamının, bir molunun öz standart kütləsi var. Məsələn, deyək, 1 mol azot qazı. 1 mol azot qazı deyəndə nə olur? N2. 2 azot nə qədərdir? 28. Deməli, nə olursa olsun, azot qazının, azot qazının 1 molu nə qədərdir? 28. 2 mol desə 56. Məsələn, 3 mol desə 3 bıraq 28. Məsələn, 84. Məsələn. Deməli, neçə mol deyilsə, mola görə baxırıq, onun birinci 1 mol kütləsini hesablayırıq, ondan sonra neçə mol deyilsə, onu artırıq. Məsələn, 1 mol ozon qazı. Ozon nədir uşaqlar? O3-ün 1 tamı nə qədərdir? 48-də, molyar kütlə. 48. 1 mol ozon 48 isə, məsələn, 24 qram ozon neçə moldur? Yarımdır. Mola görə kütləni tapanda, məsələn, 1 molu 48 isə də, yarım molu nə qədərdir? N bərabərdir 24. Və ya kütlə verəndə, kütləyə görə mol hesablayanda, tənasübün məsələn də, 1 mol azot nə qədər? 28. Onda 7 qram azot qazı neçə moldur? 4. 28 qramı nə qədərdir? Azot qazı 1 mol. 1 mol 28. Neçə molu? 7 qramdır. 0,120. Ən rahat ol tənasüb gördüyünüz kimi. Məsələn, 1 mol sulfat nə qədərdir? Aha. Bunu desək ki, məsələn, 2 molu nə qədərdir? 1 mol 98, 2 molu N. N bərabərdir 196. Və yaxud da desək ki, misal üçün,
49 qram sulfat turşu neçə moldur? X mol. 1 mol nə qədərdir? 98. Yadda saxlayın, tənasübün qızıl qaydası. Eyni ciz kəmiyyətlər alt-alta yazılmalıdır. Eyni ciz kəmiyyətlər. Mol altdan mol, kütlə altdan kütlə və yaxud da həcm altdan həcm yazılmalıdır. Düsturumuz nədir uşaqlar? Mol maddə miqdarının molla kütlə arasındakı əlaqəsi nədir? Maddənin mol tapmaq üçün maddənin verilən kütləsi bölünsün onun molyar kütləsi, emeri ya da tək atomdursa mol maddə miqdarı verilən kütlə bölünsün elementin nisbi atom kütləsi. Əgər elementimiz tək atomdursa. Məsələn, 1 mol yığın nə qədərdir? 20 qram. Desək ki, məsələn, 10 qram yığın neçə moldur? Düsturla 10 verilən kütlə 10, molyar atom kütlə 20, o da 2-də 1, 0,5. Ancaq molyar kütlə deyiləndə, məsələn, desək ki, 54 qram su neçə moldur? Ü bərabərdir. Verilən kütlə kiçiyəm 54, kiçiyəm verilən kütlədir. Emerdəki onun 1 mol kütləsi 18, bu da bərabərdir 3 mol. Yəni, kiçik emin mənası verilən kütlə. Emer, nədir uşaqlar? Molyar kütlə. Ayır nədir uşaqlar? Nisbi, atom, kütləsi. Bu qədər. Bu qədər, sayılar bu qədər. Yəni, iki yolumuz var. Ya düsturla, ya tənasüblə. Hansı rahat onu işləyir? İstəyirsiniz düsturla gedir, tənasüblə. Sonuncu qaydamız uşaqlar, ideal qaz qanunlarına uyğun, Avogadro qanununun qazlara aid olan ifadəsi. Deməli uşaqlar, 1 mol qazın və ya qaz qarışığının normal şəraitdə, diqqətli olursunuz, normal şərait, M5, normal şərait söhbətini harada görsəz, bilin ki, 1 mol istənilən qazın tutduğu həcm normal şəraitdə 22,4 litrdir. M5. Yəni, bu şərt olmasa olmaz, normal şəraitdə. Normal şərait nəyə bərabərdir? 0 dərəcə, 1 atmosfer təzyiqi və dəniz səviyyəsi, 0 ildürlük. Yəni, H bərabərdir 0, deməli, 1 atmosfer təzyiqi, bir də T bərabərdir, kiçik T bərabərdir 0 dərəcə Selsi. Bu şərtlər daxilində bu nə adlanır? M5, yəni normal şərait. Normal şəraitdə 1 mol qazın tutduğu həcm nə qədərdir? 1 küldür. Məsələn, mol verirsə, həcm soruşsa, 1 mol həcm nə qədər? 1 küldür deyə. Məsələn, desək ki, 5 mol qazın həcmi neçə deyir? 5 mol deyir. V bərabər 112 litir. Bu oldu mola görə həcm tapma qaydası. Həcm versə, mol soruşsa, məsələn, deyir ki, 56 litr qaz neçə moldur? Biz nə bilirik? 1 mol qazın həcmi nə qədərdir? 22,4. Onda x mol 56. X də bərabərdir 56 bıraq 1 bölə 22,4. Elə x də bərabərdir 2,5. Bu qədər. Bu tənasüb qaydası, düstur qaydasıdır uşaqlar. Deməli, mol maddə miqdarı bərabərdir. Qazın verilən həcm bölünsün Vm. Vm mənası nədir? Molyar həcm. Və yaxud da U bərabərdir. V bölünsün 22,4. Bunu yeni yazılırlar. U mol maddə miqdarıdır. U mol miqdarı yazıram. Miqdarı. V verilən həcm. Elə. Vm də yazıram buradan. Molyar həcm. 1 mol qazın həcmi. Molyar həcm. Yəni 22,4 litir. Bu qədər. Bu da oldu qazlara aid olan qanun. İndi uşaqlar, 3 qanun keçdik. Mol kütlə, mol atom sayı, molekul sayısı və mol həcm arasındadır. Və yaxdan baxırsınız ki, bütün tənliklərin, düsturların sol tərəfi nü eynidir. Çevir baxarındır. Sol tərəfdə nü eyni olduğuna görə, sağ tərəfdəki verilən ifadələr də biri-birinə bərabərləşdirilə bilər. Yəni, buradakı ifadə eyni olduğuna görə, M bölünsün Mr və ya molyar kütlə və yaxud da M bölünsün Ayr, nisbi atom kütləsi bərabərdir N bölünsün Na, söhbət gedir eyni maddədən. Eyni maddənin verilən atom sayısı və ya molekul sayı bölünsün Avogadro sayı, verilən kütlə bölünsün molyar və ya atomdursa atom kütlə, o da bərabərdir. Maddəmiz qazdırsa, verilən həcm bölünsün molyar həcm və yaxud da verilən həcm bölünsün 22,4-dir. Yəni, bu üç düstur arasında əlaqə hər zaman istifadə olunur. Ən az üçündən ikisi istifadə olunur, üçündən ikisi. 3 də ola bilər, 2 də ola bilər, fərqi yoxdur. Şimdi keçdik əsas məsələ misallar üzərindən. Deməli, burada ümumi misaldır. Deyir ki, ammonyakın verilən kütləsi verilən kütlə 34. Tez nəyə baxırıq? Ammonyakın 1 mol kütləsinə.
Ammonyakın 1 molu nə qədər aşağıda? 17. 1 mol 17 olarsa 34 gram hesab oldu. Aha, 2 mol. İndi yazırıq. Bunun mol miqdarı 2 mol, 2 mol. 2 molun həcmi nə qədərdir? Yox, 1 molu 24-cüsü. 2 molu deyil. 44,8. 2 molun molekul sayısı nə qədərdir? 1 mol sayı nə qədərdir? 6 tam %2, 10 üstü 23. Onda 2 molekul sayı nə qədərdir? 12 tam %4, 10 üstü 23. Bəzən də onluq kəsir 10 dəfə azaldılır. Onun bir onluğu keçir qüvvət üstünə. 2 tam %204, 10 üstü 24. Aydın oldu bala. İndi burada nə verirdi? Yarım mol karbon qazı. Molu verirdi. 1 mol karbon qazı nə qədərdir? Onda yarım molu 22. Yarım molun həcmi 11,2. Bunun yarısı. 3,1. Yarım molun molekul sayısı 3,1, 10 üstü 23. Tam aydın oldu uşaqlar. İndi burada 48 qram oksigen qazı. Tez baxırıq 1 moluna. Həmişə maddənin 1 mola baxır. 1 mol kütlə, 1 mol atom sayısı, 1 mol molekul sayısı fərqi yoxdur. 1 molunda proton, neytron, elektron sayısı. 1 mol nə qədərdir? 32. Onda bunun neçə molu 48-dir. 1,5 molda. 1,5 mol mol miqdarıdır. 1,5 tutuğu həcm. 1 mol bu qədərdirsə 1,5-dir. 33-dan neçə? 16. 1,5 molekul sayısı. 1,5 vurursun 6'dan %2. 10 üstü 100. Etalon vahidi bunun verilən mol miqdarı neçə eləyir? 9,3 elə 10 üstü 23 və yaxud da elə beləcə qalsın. Eyni şey olur, özümüz deyil. Bu neçə moldur? 1 mol. 1 molun kütləsi nəyə bərabərdir? Maddənin molekulu, baxın, maddənin 1 mol kütləsi birləşmədirsə bərabərdir molyar kütləyə, atomdursa atom kütləyə. 1 molu 16, bir tamın kütləsi 6,3. Bu qədər. Rahatdır belə. Ən sonunda su. Bu neçə moldur? Mola çevirir? Yox. 1,204'dür. Neçə molumuz? 1,204, 10 üstü 0,2 mol. 0,2 mol. Suyun miqdarı 0,2 moldur. 0,2 molun kütləsi 1 mol 18, 0,2 mol 18. Verilən molu vurun onun 1 mol kütləsinə, vurun onun 1 mol həcminə, tapın yekun kütlə və yekun həcminə. Niyə 1 molda suyun həcmi normal şəraitdə verilibdir? Çünki 0 dərəcədə normal şərait su ola bilər. Maye və yaxud da buz sebəbində aşağı düşsə buz olacaqdır və ya 0 qalsa maye olacaqdır. Ona görə mayenin həcmi nəzərə alınıraq maye halda. Qaz. Söhbət qazdan gedir. Bitti. Növbəti. Bunu təzəşdirməyə Uşaqlar, deyək ki, hər 3 maddədə hidrogenlərin sayı bərabərdir. Bunun 1 mol 6 hidrogen, 2, 3. 6, 2 üçün əkol neçədir? Əkol. 6. Bu 6 olması üçün bu neçə olmalıdır? 1 mol. Burada 6 hidrogen, 3 mol. Burada da 2 mol. Molları müqayisə edilir. N1 kiçikdir N3-dən, N2-dən, daha doğrusu. N2-dən. Bu da N1-dən kiçikdir. Bu da yox. Ən rahat yollarla gedir, yəni mümkün dərəcədə. Növbəti. Hə, deyir bu maddənin 0,1 mol kütləsi 4,6-dır. Həmçə nəyə gəlmək lazım? Maddənin 1 moluna. 0,1, 4,6 olanın 1 molu 46. 46 qram nədir? NOx. Bu bərabərdir NOx-ə. Bir azot var da, baxın. Bir azot nə qədərdir? 14. 14 üstə gələk, bıraq 1. 1 oksigen 16-dır. X oksigen 16x'dir. 46-ya. 16x bərabərdir 32. X bərabərdir 2. X'in qiyməti burada 2'dir. Aha. Orada x'i nəzərə alırıq. Burada x'in qiyməti 2'dir. N2O2. Bunun deyir 0,5 mol kütləsi 54'dürsə, tez nə gəlmək lazım? 1 mola. 1 mol nə qədərdir? 108. Onda 2 azot N2O2 bərabər 108'ə. 2 azot 2 bravondur. Y oksigen, Y bravon 6, 108. 16 Y bərabərdir 108, çıxısı 28. 80 bərabərdir 5. Tutar. 2'də 5. Bu qədər. Gördünüz? Yola, eyni məsələ kidir. Baxın yenə də. Bu maddənin N bölək 2 molundan bunun N molun kütləsi 52'dir. Birinci baxın. Bunun 1 mol hesablayın 1 mol kütləsini. 44. 44'ü bunun moluna. Tapın yekun kütləni. 1 molu 44'dürsə də N bölək 2 molu, N bölək 2, bura 44, üstə gələr.
Bunun 1 mol neçə qramdır? 30 elə, C aşağıdır. N molu 30 bərabər 52-yə. Tabirin qiymətinə. N neçə deyir? 30 52. N bərabər 1 elə. N bərabər 1. N-ə 1 qoyur. Yarım mol, 1 mol. Bu maddənin yarım molunda nə qədər karbon var? 1 mol C3H8-də, C3H8-də nə qədər karbon var? 3 dənə. 3 karbon neçə qramdır? 3 dəfə 12 36. Onda bunun yarım molunda nə qədər karbon var? E bərabərdir 18. Orada da 18 buradadır. qarşılıqlı. C2H6-nın 1 molunda neçə karbon var? 2, 24. Elə bu 1 moldur da onsuz. 1 mol 24. 24 da burada. 24 burada, 18 da burada. 18 plus 24. Cəmi karbonun kütləsi neçə eləyir? 42. M karbon bərabərdir 42. Bəli. Növbəti. Neçə? Neçə nədir burada? Bərabər həcmdə götürüşürlər. Həcm bərabərsə sizə nə bərabərdir? Həcm bərabərdirsə. Mol bərabərdir. Bəli, x mol, x mol. Bərabər mol götürülmüş maddə 15 qramdır. 1 mol oldu nə qədərdir? 28. 28x. 1 mol oksigen 32x bərabərdir 15-ə. 60x bərabərdir 15. X-də bərabərdir 0,25 ilə. Hər iki maddə nə qədərdir? 0,25 mol. Nəyi soruşur? Azot qazın həcmini. 1 mol qazın həcmi qədərdir? 24. Onda 0,25 mol qazın həcmi. B-də bərabərdir 5,6. Bu qədər. Bəli, hesablama. Növbəti. Həcmlər bərabərdirsə, deməli mol bərabərdir. Onda mollar bərabərdirsə, deməli həcm bərabərdir. Bütün qazların molları eyni olarsa, nələr bərabərdir? Həcmlər. Tabii. Həcmlər bərabərdir. Çünki həcm nisbətləri nəyə bərabərdir? Mol nisbətlərinə. Şu anda da eyni şeydir, baxın. Siz çəki götürür işləyirsiniz və yaxşı var, eyni. Həmişə maddənin 1 mol ne hesablayır? 1 mol kütlə, 1 mol həcm, 1 molundakı atom sayısı, proton, neytron sayısı, ondan sonra neçə mol deyə sonra qoyur. Bir dənə mən tez yazıram. Metal qazının 1 molu 16-dır. Yarım molu 8 qram. 1 molunda 1 karbon var, 12. Yarım molunda 6 qram karbon var. 1 molunda neçə hidrogen var? 4. Yarım molunda 2 qram. 1 molun həcmi nə qədərdir? 24. Yarım molu 11,2. 1 molun molekulu nə qədərdir? Na. Yarım mol, yarım Na. Elə Na qalsın, yarım Na. 1 molunda neçə H var? 4. Yarım molunda 2, yəni 2 Na. 1 molundakı atom sayısı 1, 4, 5. Yarım molunda 2, onda 5 Na. 1 molunda proton sayısı, 1 karbonda proton sayısı 6, 1 hidrogen 1'dir. Onda CH4'də 1 karbon 6 proton, 4 tane H4 proton 10. 1 molunda 10 Na proton var. Yarım molunda 5 Na. 1 molunda 1 karbonda 6 neytron var da 6 neytron var. Onda neytron sayısı 1 molda CH4'də 6 tane 6 Na. 1 molu 6'dırsa da yarım molunda 3 Na. Bu qədər. Eyni qayda, eyni analoji olacaq aslında. Həmişə maddənin 1 moluna bax, sonra baxın. Sonra növbəti içeri bu. Özü tap görün. Maddənin bir tamındakı, ayarındakı indekslər nisbəti 2,5-dir. Yəni, n-ə böləndə 2,5. Hansı variantda y-in ayarındakı rəqəm x-ə böləndə 2,5 alır? Tələsmə. Y-x. Y-in ayarındakı rəqəm, böyle x-in ayarındakı rəqəm. Deməli, bəli, və diqqətli ol, maddənin bir tamında 2x var. X-in ayarı 2-dir. 2 var 1 molunda. Y ayarındakı da m-dir. Yəni, m bölən 2 bərabərdir 2,5, m də bərabərdir 5. x2, y5. Bəli, y-in ayarında olmalıdır, 5 olmalıdır. Hansı cavabdır? Növbədir. İndi özünüz baxın, maddələrin mollar nisbəti nə qədərdir ki, içərisindəki atomların say nisbəti bərabərdir. Baxın, tez maddənin 1 mola baxın. Bunun 1 mol atom var. 1 azot, 3 də hidrogen, 4. Onda deyək ki, maddə x moldur. 2 məhsul verirsə, 2 dəyişən baxın həmişə belə məsələlərdə. 1 molunda 4 isə x molu 4x də. Bunun 1 molunda 2, 6, 8, 1 mol olacaqdır 8 y. Deməli, onda 4x bərabərdir 8 y-ə, x bərabərdir 2 y-ə. Deməli, bu maddənin molu x-imiz 2 y. 2 y.
Onda amoniak bölək CH6 x bölünsün y, o da x-in yerində 2 bölünsün y, o da bərabərdir 2-yə. Maddələrin mol nisbəti 2 bölək 1, 2 bölək 1-dir. 2 bölünsündür. Yəni 2 mol amoniakdır, 1 molda C2K amoniakdır, belə deyək, 1K-da nədirsə də CH6-dır. Növbədir. Yenə baxın, eyni məsələ tiplərindəndir. Deyir ki, baxın, 2 dəyişən verildir. 2 dəyişənin tərkibi qarışıqdakı maddələrin kütləsi bərabərdir. Baxın, deyək ki, bu x moldur, neçə mol bilmirdə, 1 moldur. 1 mol C2H6 nə qədərdir? 30 elə, 30 elə. X molu 30x, bunun 1 molu C3H4 40 elə, 40 y. Üstəgələk, daha doğrusu 30x bərabərdir, 40 y elə. Sonra deyək ki, qarışıqdakı yekun atomların molları cəmi 5 olmuşdur. Bunun 1 molunda neçə atom var? 8x elə, 8x üstəgələk, bunun 1 molunda 3, 4, 7, 7 qlik. O da bərabərdir 5 olmuşdur. Sistem təmin işləyirsiniz, tutarım. Orada kaynası istedim. X bərabər 4 idik, x bərabərdir 4K, y bərabər 3K, yerinə qoyun. X-imiz 4K, 8 bıraqdır 4K, üstə gələk, y-imiz 3K, 7 bıraq 3K, 55,3, 32, 21, elə 53, 53K bərabərdir 5,3-ə, K bərabərdir 0,1-ə, elə. K-nın qiyməti 0,1-dirsə də, onda burada x-imiz nə qədərdir? 4K. X-imiz 4K-dırsa, 4K buraya yazılır, 4K. K 0,4 eləyir, y-imiz 3K ilə, 3K, o da 0,3. Bizə nəyə soruşur? Qarışığın cəmi kütləsi. Bunun miqdarı nə qədər edir? Elə orada 30x-də, x-in yerinə nə qoysunuz? 0,4 qoysunuz. 30 bırak 0,4. Burada da y nə idi orada? 3 bırak 0,3. O da edir 12. 24. 12 bərabərdə hər ikisi eynidir. O da 24. Bu qədər. Birini tapsa birini tapsa eyni şeydir. Gördünüz? Növbəti. Yenə baxın uşaqlar. Oksigenlə əgər deyir ki, kütlə bərabərdirsə, yenə baxın neyinə məhsuluna. 1 mol oksigen 32-dir, y moldur, x moldur bu. Bu da y moldur. 1 mol 32, 32x, 1 mol 48, 48 y. Deməli, bunlar bərabərdir. 32x bərabərdir 48 y. X bərabərdir 1,5 elə. 1,5 y. Deməli, bu x-imiz 1,5 moldur. 1,5 y moldur. Atom sayısı, əmsalı bir hesabı 1,5 bıraq 2, 3 y. 1 bıraq 3 y. Deməli, atom sayısı bərabərdir. Həcmləri nəyə bərabərdir? Molu böyük olan həcm böyükdür. Onda B1 böyük B2-dən. Yəni, hansı maddənin çox olsa da, onun həcm böyükdür. Bu 1,5-dir burada. Bura kimi bəhsini ələk. Sıxlı var. Biraz sən də deyirsən, çətinlik varsa da, çox keçsək, çatdıramayacaq bunlara. Bir bunu götür, mol maddə miqdarı 4,1 götür, 4,1. Bir də 4,1, 4,1. Bir belə var.